dua ki qəbul olunmur. Bax, bunu eşidin. Duaların qəbul olmasını İmam izah verir. 5 dənə şərti var ki, kimdə bu 5 dənə xüsusiyyət olsa duası qəbul olmaz. Bu bilin, qəşəng hədisdir həqiqətən. Çox gözəl hədisdir. İmam deyir ki, kimdə bu 5 dənə xüsusiyyət var, duası qəbul olmaz. 1. İmam buyurdu, su'un niyyət, pis niyyətli insanlar. Yəni niyyətləri xalis deyil, ixlas yoxdur, riyadır. 2. Xubsuz sərirə, insanın içi xarab olsa, Allaha pənah, Allaha pənah deyir, dua qəbul olmaz. 3. Tərkut təsdiq bil icabə. İmam buyurur ki, insan var dua edir amma inanmır qəbul olacaq. İnan da qəbul olacaq. Allahın aciz bilirsən, Allahı xəsis bilirsən, Allahı mərhəmətli bilmirsən. Çətin də Allah üçün. Duanı edir də deyiblər buna elə bu da. Hə yaxşı da Allah verərsə də belə dua eləməni heç eləməsən. Allah sənə kömək olsun. Bu 3. 4-cü buyurur təxirus salavat əl-məfruzat. Aha. Namaza səhlənkar olanlar. Zöhr azanı verilib getdi. Sübh azanını günə çıxmamışdan 5 dəqiqə qabaq qılanlar. Birində yorğun arğın olub eşitməyib. Bir də var elə durğusular, dur. Oyadırlar, oyan. 5 dəqiqə dururam. O da yazığı da şeydir, belə didərgin salıb. O da qılıb bunu